bizim can və qan borcumuz ancaq Azərbaycan şəhidlərinə və qazilərinə. Bu qələbənin bir sahibi var, bir ünvanı var. Azərbaycan xalqı, onun bağrından qopan Azərbaycanın milli ordusu başqa kimsənin ünvanında deyil bu qələbə. Bu qələbənin şəriki yoxdur. Xalqdır, milli ordumuzdur. Əşi, bunlardan nə gözləyirsən? Bunlar gedib torpaq alacaqlar. O uşaqlar getdi, aldı, o bayraqları onlar qaldırdılar. Bəzən deyir, əşi, bu müəllimlərə, bunlar nə öyrədirlər, bu uşaq? O müəllimlərin tərbiyə verdiyi uşaqlar idilər, getdilər. O vətən üçün şəhid oldular və qazi oldular. Əlini, qolunu, gözünü itirdi. Amma vətən... Kalan olduğunu unutmak olar mı sizi şehirler? Dünyanı eyleten salan oldunuz, azadlığı